Yoldaşın səndən xeyli kiçikdir də, hə? 11 yaş. Necə tanış oldunuz? Atamın xalası nəvəsidir. Mən də imkansızlığa görə belə də, yəni ki, hara nə imkan. Amma günlərin birində getdik biz qonaq, səndə mən anamın fikri var imiş. Getdik işte, gəlmişə getdiyimiz yerdir də. Bəs atamın xalası da Ceyran xala. Gedək Ceyran xala gilə, hamısı da belə. Mən yoldaşımın Kalaskada Nərimanov parkında gəzdirmişəm. Uşaq vaxtı heç ağlıma gəlmir axı. Hə. Nəsə gəldik. Qucağımda böyüyən uşaqsan, hə? Uşaq gəldim evə. Dedi ki, bəs falan kəsin qızı necə? Dedim, dedi dəqiq deyirsən, dedim mən. Dedi dəqiq, dedim ha. Niyə hə dedin? Hə dedim də, xoşuma gəlməsə hə deyərəm. Hə dedim hə. Sən demə o tərəfdən də tərəddüd etmişdik. Əşim ondan sonra çalçağa verişində işləyirdim. Yox, bu Mikaildir, bu bizi bəyənməz. İndi xanımın fikirləşmiş yaşı yox, harda? Mən bəlkə elə danışıb eləməmişdiniz, bu sevgili münasibəti yox. Yox. Görücü üsulu. Hə də vəssalam gördüm. Xoşuma gəldi. Gəldim, anam getdilər elçi. Üstümdən bir il sonra ailə qurduq və o da bütün onlara dözdü. Həmin o evdə yaşadı. Həmin o evə dözdü. Həmin o kim döz? İndi fikirləşin, doğrudan kim dözər? Ona heç kim dözməz. Razılaşmaz. Yox, razılaş. Polun bildiyimiz də, yəni belə deyək, o aralarından görünürdü. Sadəcə olaraq bəxtimiz gətirdi ki, mazutlu yerdə ilan olmurdu. Yoxsa ora ilan da gələrdi. Nə bildiniz böcək evdə, nə bilim bildiniz, birdən baxın o 40